Salam əzizləyicilər, hamınızı bir daha xoş gördük. Deməli, Tucson 2016-cı il 1.7 robot qarabqa, qabaq çəkən. Həm arxa çəkən də var, qabaq çəkən də var. Bu qabaq çəkəndir. Deməli, Ferdi Saşka dəyişilib və onun indi adaptasiya qaydasını sizə göstərəcəm. Deməli, ruçnoyu çəkirsiniz burada. Ruçnoyu çəkirsiniz, pirbollar yanlıq olur, parkovkada olur maşın. Deməli, parkovkada ondan sonra bunu birinci qaydası. Deməli, gözləyirik. Burada sizə göstərəcəm. Baxın, deyir 30 saniyə gözləmək lazımdır. Ayaqüstü tormozda olmalıdır, pirboard yanında olmalıdır. Ayaqüstü tormoza bastım və bilmirəm, indi eşitdiniz, eşitmədiniz, aktuatoru yığır orada. Bunun iki qaydası var. Bu birinci reset eləmədir. İkinci də xodlu reset edəcəm. İndi onun sizə qaydasını göstərirəm. Diqqətlə bir daha baxın. 30 saniyə keçəndən sonra burada ikinci qayda, maşını xodlu olmalıdır. Maşın xodlu reset eləməliyik. Onu indi dəqiqliyi sizə göstərəcəm. 30 saniyə keçəndən sonra burada ikinci qayda əmələ gələcək. Gözləyirik biraz. Gördüğünüz kimi ikinci qayda. Deməli, maşın xodlayırıq. Xodladıq. İkinci qayda. Yenə ayaqüstü tormozda olmalıdır. Burada da deyir ki 60 sekund. 60 sekund gözləməliyik. Görürsünüz, hal-hazırda saniyələr gedir. 60 sekund gedəndən sonra maşın başlayacaq şey eləmək. Burada completed yazılacaq. Demək, ondan sonra gözləyəcəyik 30 saniyə. Yenə gözləyəcək ki, ondan sonra yandırıb maşını normal vəziyyətinə düşəcək. Bu öz zavaskoy aktuator öz yerini riqovqalayır orada və boşluğu yığır maşında. Boşluqlar titrəməni yığır. Çox vaxt bilirsiniz ki, Ferdi Saşkanı dəyişirsən, Ferdi Saşkanı dəyişəndən sonra adaptasiya olunmur. Onun üçün nə edirsən? Biraz maşın sürülməlidir, ondan sonra adaptasiya olunur. Çox vaxt olmur adaptasiya. Gördünüz? Test completed. Deyir ki, maşını söndürməlisiniz, 30 saniyədən sonra yandırmalısınız. Maşını söndürürük. Gözləyirik 30 saniyə. Görürsünüz, maşın söndürdü. Gözləyirik.